Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün dadlı, ətirli, çürüməyən Zavarnoy kremi düzgün hazırlama qaydasını paylaşacağım. Əminəm ki, bu videodan sonra siz də asanlıqla hazırlaya biləcəksiniz. Başlayaq hazırlamağa. Əvvəlcə qabın içərisinə 2 ədəd yumurta, 200 ml stəkanla 1 stəkan şəkər tozu əlavə edib çırpıcı ilə yaxşıca qarışdırıram. Qarışımın üzərinə 1 dolu stəkan un tökürəm və yenidən qarışdırıram. Əvvəl qarışdıran zaman qatı kütlə alınır. Daha sonra isə südü az-az əlavə edirəm. Topak əmələ gəlməsin deyə südü hissə-hissə tökmək lazımdır. Biraz tökdükdən sonra yenidən qarışdırıram. Daha sonra isə südün qalan hissəsini də əlavə edirəm. Bu krem üçün 200 ml stəkanla 3 stəkan yarım süddən istifadə etdim. Sonda 1 ədəd qatlaşdırılmış südü əlavə edirəm. Daha sonra qazanı ocağın üzərinə qoyuram. Krem tam qaynağa düşənə qədər dayanmadan qarışdırmaq lazımdır. Krem qaynadıqdan sonra ocağı söndürürəm. Və içərisinə 20 qram otaq temperaturunda olan yumşaq çörək yağı tökürəm. Yağ əriyənə qədər də qarışdırıram. Daha sonra qazanı ocağın üzərindən götürüb bir kənara qoyuram ki, tamamilə soyusun. Ara sıra qarışdırmaq lazımdır. Zavarnoy krem soyduqdan sonra kənarda 400 qram otaq temperaturunda olan yağı mikserlə ağırına qədər qarışdırıram. Daha sonra üzərinə Zavarnoy kremi az-az əlavə edirəm. Az-az əlavə edin ki, kremi çürütməsin. Sonda içərisinə 1 ədəd vanilin tökürəm. Zövqə görə tökməyə də bilərsiniz. Gördüyünüz kimi artıq kremimiz hazırdır. Bu kremi ballı, Napolyon, biskvit tortlarında əminliklə istifadə edə bilərsiniz. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.